Sana bak. Nə işinə də qaqa? Mən simit alıram, müştəriyəm mən burada. Başa düşdüm, mən ağsaqqal kişidir necə? Bildim də, şimdi qulaq assa, əzizim, indi səbirli ol biraz. Mən gəlirəm buradan nəsə almağa, düzdür? Yeyirəm, ağzıma düşür. Mıx düşür ağzıma. Necə almayayım? Mən almayayım, başqasını istəyirəm, ağsaqqal deyib ki, yeməli deyil. Başqası indi ağsaqqal satmır, istirahətdir. İstirahətdə deyim. Gözləyin. Bir dənə verdi ağsaqqal, keks ver orada. Keks yox. Satmır. O nə var orada başqa yeməli? Bax, görsət də var mı? Qaqaş elə durub ki, elə bir... Yox, elə danışırsan, ağsaqqal kişidir, maaşı işləyir. Olsun da ağsaqqal kişidir. Qazanırsansa bu halallıq olmalıdır. Halallığı sən halallıqdan birinci qabaq. Ya halallıqdan qabaq sən birinci düzgünlüyü öyrən. Sən mənə düzgünlüyü öyrədin, əzizim. Onlar olmasın. Sən maraqlı klientin var, müştərin olmasın. Sən çörəyi qazan, biz burada narahat oluruz. Mən çörəyi qazanırım, mən çörəyi Allah yetirir. Prosta ağsaqqallara düzgün. Qaqaşdan oldu, yox işim. Mən şey verdim, sən neyi necə yaratmaq istəyirsən, qaqaş? Yaradıram, qaqaş. Neyi yaradırsan? Hər şeyi yaradıram mən. Necə yaradırsan? Yaratmaq Allah'a məxsusdur. Ağzımın içinə girmə də, bırak. Tərpən buradan. Ağzımın içinə girmə. Tərpən buradan.